Bilirsiniz, Ermənistan bir daha deyirəm, bölgədə sülh arzulamır. Sülh arzulasaydı, artıq o sülhün artıq aslında olduğumuzun mahiyyətini dərk edərdi. Biz şərtləri də razılaşdırmışıqsa, artıq bölgədə münaqişə yoxdursa, artıq Ermənistanın Avropa İttifaqının müşahidə missiyasının dəstəyi ilə atəşkəs, o atəş səslərini bölgədə yenidən mövqelərimizi atəşə tutmasını çıxmaq şərti ilə bölgədə faktiki olaraq itkilər yoxdur. Artıq münaqişə başa çatıb. Münaqişə başa çatmış münaqişəni artıq mandatını çoxdan itirmiş və nüfuzunu çoxdan itirmiş. Hətta həmsədrlərin özlərinin təmsil etdiyi dövlətlərin belə bir masaya gəlmədiyi bir təsisat necə davam etdirə bilər? Yəni Ermənistan indiki halda ATƏT-in dırnaqarası o Minsk qrupundan artıq tarixin zibilliyində olan bu təsisatdan özünə əlavə bir xal qazanmaq üçün xüsusi bir imtiyaz kimi istifadə etmək istəyir və sanki Azərbaycana sülh şərtlərindən biri kimi əta etmək istəyir, amma nəticə etibarilə Ermənistan heç razı olmasın. Sizcə himayədarlarından hansısa bir tapşırıq gəlirmi bu və digər məsələdə? Ermənistan xarici siyasət kursunun istənilən tezisi birmənalı şəkildə himayədarlarından gəlir. Əvvəllər əgər bu yalnız daha çox Vaşinqton isə və Fransada təbii ki, amma Vaşinqton bir dominantlıq eləyirdi. Bugün də çox təəssüflər olsun ki, Avropa İttifaqı, Fransa bu prosesdə daha öncülük edir və Ermənistanın bugünə qədər sülhü ləngitməsi, məsələn, Ermənistan baş naziri qısa müddət öncə bəyanat vermişdi, ümumiyyətlə ATƏT-in Minsk qrupu barədə yox kimi danışırdı. Amma bugün artıq ləğvi ilə bağlı şərait yaranarsa ifadələri işlədirlər. Bu deməkdir ki, Ermənistanın bipolyar xarici siyasət kursu mövcuddur və yalnız Ermənistanın ümidinə qalarsa bu bölgədə sülhün əldə olunması çətin məsələdir.